Salam, şagirdlər. Bugünkü mövzumuz deməli Cənubi Azərbaycan 1920-40-cı illərdə olacaq. Deməli 1925-ci ildə Fars əsilli hərbi nazir olan Rza xan Respublika uğrunda hərəkət adı altında İranda mübarizəyə başladı. Həmin vaxtda hakimiyyətdə Qacarlar sülaləsi idi və Cənubi Azərbaycan da Qacarlar dövlətinin, yəni İranın əsas əyalətlərindən biri idi. Həmin vaxtı Cənubi Azərbaycanlıların köməyini belə deyim də Rza xan əldə etməyi bacarmış oldu. Məhz həmin o demokratik qüvvələrin köməyi ilə 1925-ci ildə Qacar sülaləsini devirdi və hakimiyyətə gəlmiş oldu. Bununla da Pəhləvilər sülaləsi gəldi, İranda hakimiyyətə, yəni Fars əsilli sülalə gəldi. Rza Şah bu insanlara, Cənubi Azərbaycanlılara və digər İrandakı demokratik qüvvələrə respublika vəd etsə də, o şahlıq rejimini yaratmış oldu, yəni monarxiya yaratmış oldu. Rza Şah pan-İranist siyasət, yəni tamamilə İran mövqeyindən çıxış edirdi və milli ayrı-seçkilik siyasəti yeridirdi. Yəni İranın tərkibindəki heç bir başqa qeyri-Fars xalqa, qeyri-Fars etnik tərkibə onlara heç bir hüquqlar verilməmişdi. Onun məqsədi nə idi? Farsları ölkədə hakim millətə çevirməyə çalışırdı. Azərbaycan türkləri ana dilində təhsil almaq, kitab, qəzet çap etdirmək hüququndan tamamilə məhrum edilmişdilər. Coğrafi və tarixi yer adlarımız dəyişdirildi. Şimali Azərbaycanla sərhədlər bağlandı. Cənubi Azərbaycan torpaqları əsasən iki əyalətə bölündü. Ərazisi azaldılmış oldu. Zəncan, Qəzvin, Həmədan kimi Azərbaycanın tarixi torpaqları isə digər əyalətlərin tərkibinə, yəni Fars vilayətlərinin tərkibinə daxil edilmiş oldu. 1937-ci ildə İranda yeni inzibati bölgü həyata keçirildi. Bu bölgəyə əsasən Azərbaycan ərazisində 3 vilayət, yəni 3 ostanlıq yaradılmış oldu. Şimali Azərbaycana vaxtilə kəsbkarlığa, işləmək üçün gələn İranlıların, Cənubi Azərbaycanlıların belə deyək, taleyə görək necə oldu? Onlarla bağlı 1938-ci ildə yanvar ayın 19-da Ümumİttifaq Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsinin siyasi bürosu tərəfindən xüsusi bir qərar verildi. Bu qərara əsasən həmin o Cənubi Azərbaycanlılar Sovet vətəndaşlığını qəbul etmək istəmirdilərsə, İran təbəliyində qalmaq istəyirdilərsə, həmin o Azərbaycanlılar 10 gün ərzində İrana köçməli idilər. İrana getmək istəməyib Azərbaycanda, yəni Sovet vətəndaşlığını qəbul etmək istəyənlər isə vətəndaşlığı qəbul etməli idilər. Bir ay müddətində isə Qazaxstana köçməli idilər. Təbii ki, bu da bir deportasiya idi, yəni Azərbaycanda qalmağa icazə verilmirdi. 20-30-cu illərdə Cənubi Azərbaycanda xüsusi kapital əsasında onlarca xırda, orta, iri sənaye müəssisələr tikilmiş oldu. 20-ci əsrin 30-cu illərində ümumiyyətlə İranda Rza Şahın sahəsində hərbi polis rejimi yaradıldı. O özünü İranın Führeri elan etmişdi. Almaniyanın SSR-yə hücum etməsi ilə Alman kəşfiyyatı Cənubi Azərbaycanda fəallaşmağa başladı və beləliklə Bakı nefti üçün təhlükə yaranmış olurdu. Nəticədə 1941-ci ilin avqust ayında SSR İranın şimalına, 25 avqustda isə İngiltərə İranın cənubuna qoşun yeritdi. Az sonra ABŞ da bura qoşun yeritmiş oldu. İran vasitəsilə ABŞ və İngiltərə SSR-yə yardım edirdilər. Bildiyimiz kimi İran həm 1-ci Dünya müharibəsində, həm 2-ci Dünya müharibəsində özünü bir tərəf elan etsə də, lakin bu nəzərə alınmamış və ərazisi işğala məruz qalmışdı ki, 2-ci Dünya müharibəsində özü günahkar idi. Gördüyümüz kimi Rza Şah özünü Führer elan etmiş və Hitlerə bənzədirdi özünü. 1941-ci ildə İranda demokratik qüvvələrin tələbi ilə hakimiyyət çevrilişi baş verdi. Rza Şah oğlu Məhəmməd Rzanın xeyrinə taxtdan əl çəkdi. Beləliklə onun qurduğu hərbi polis rejimi iflasa uğradı. Beləliklə real hakimiyyət, yəni Məhəmməd Rzanın dövründə artıq real hakimiyyət parlamentə və hökumətə keçdi. Konstitusiyada nəzərdə tutulan bəzi azadlıqlar qismən bərpa olundu. Siyasi məhbuslara azadlıq verildi. Bu dövrdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatı başladı. Yəni bu hüquqların verilməsindən sonra, artıq söz azadlığına şərait yaradılandan sonra insanlar öz tələbləri ilə çıxış etməyə başladılar. Və buna deyilir demokratik hərəkat, milli hərəkat deyilir. Bu milli hərəkat 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ 1941-in payızından 45-in yayına qədər, ikinci mərhələ 45-in yayından 45-in dekabrın 12-sinə qədər, üçüncü mərhələ 1945-ci il, buradan yazaq hətta 12 dekabr deməli tarixindən 1946-cı il 12 dekabr tarixinə qədər davam edibdir. Hər mərhələnin özünə məxsus xüsusiyyəti var. Misal üçün, birinci mərhələ. Birinci mərhələdə bu demokratik fikrin yaranmasında, insanların bu milli hərəkət, yəni demokratik insanların milli hərəkata başlamasında
İran Xalq Partiyasının Azərbaycan təşkilatının təşəbbüsü ilə antifaşist cəmiyyətlər yaradıldı. Ana dilində qəzet və jurnallar nəşr olundu. Sovet ordusunun Azərbaycanlı zabitləri Təbrizdə Vətən yolunda qəzetini dərc etdirmiş oldular. Deməli, burada bax bu Milli Demokratik Hərəkata hansı partiya rəhbərlik eləyirdi? Tehrandakı İran Xalq Partiyasının Təbrizdə olan Azərbaycan təşkilatı rəhbərlik edirdi. Azərbaycan dilində qəzet və jurnallar nəşr olunmağa başladı. Və bu sahədə 1941-ci ilin sentyabr ayında, 1941-ci avqust ayında üzr istəyirəm. Avqust ayında SSR-nin deməli İranın şimalına gəlmişdi axı, yəni Cənubi Azərbaycana gəlmişdi. Həmin ordunun tərkibində bura gələn Azərbaycanlı zabitlər Təbrizdə Vətən yolunu qəzetini dərc etdirirdilər və bu insanların şüuruna təsir göstərirdi. Birinci mərhələnin özünə məxsus hansı xidmətləri var? Demokratik qaydalar bərqərar oldu, milli şüurun oyanması baş verdi, bahalığa, möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə, ana dilinin və milli mədəniyyətin inkişafı üçün şərait yaradıldı. Bu sahədə ilk addımların atılmasında Şimali Azərbaycanın misilsiz xidmətləri oldu. Dediyimiz kimi Şimali Azərbaycandan bura gələn hərbiçilər olsun, zabitlər, baxın, Vətən yolunda qəzetini dərc etdirirdilər ana dilində və yaxud da Şimali Azərbaycana, Cənubi Azərbaycana mədəniyyət, incəsənət xadimləri qastrollara gedirdilər, insanların şüuruna təsir göstərirdilər. Deməli, ikinci mərhələyə gəldik, artıq 45-ci ilin yayından. Deməli, bu mərhələdə İran hakim dairələri, Cənubi Azərbaycanın iri torpaq sahibləri, yüksək mənsəb sahibləri bu demokratik hərəkatı boğmağa çalışırdılar. Bunun üçün nələr elədilər? Onlar ictimai vəziyyəti gərginləşdirməyə çalışırdılar, silahlı dəstələr təşkil edirdilər, oturaq əhali ilə köçəri maldar əhali arasında nifaq salır, toqquşmalar törədirdilər, qısacası terror hadisələri törədirdilər. Bu fitnələrin qarşısını almaq üçün demokratik qüvvələr fədai dəstələr təşkil etməyə başladılar. Göründüyü kimi fədai dəstələrin təşkil olunması ümumiyyətlə həm Səttarxan hərəkatında, həm bundan əvvəl deməli Şeyx Məhəmməd Xiyabaninin dövründə də təşkil olunubdu. 1945-ci ilin sentyabrın əvvəlində Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokrat Partiyası yaradıldı. Yəni artıq bunlar İranın Tehrandakı İran Xalq Partiyasının bir filialı kimi yox, ayrıca özlərinə ADP-ni yaratmış oldular. Burada deyilirdi ki, demokratik İranın tərkibində Azərbaycana muxtariyyət verilməlidir. Yəni bizimkilərin tələbi həmişə nə olub? Muxtariyyət olubdur. Sonra sosial-iqtisadi islahatların keçirilməsi tələb olunurdu. Cənubi Azərbaycanda yaşayan bütün insanlara hüquq bərabərliyinin verilməsi tələb olunurdu. ADP-nin ilk konfransı 1945-in sentyabrında keçirildi. Burada qurultayın çağırılması qərarı alındı və artıq oktyabrda qurultay çağırılmış oldu. Eyni zamanda bu ADP-nin rəsmi qəzeti var idi. Bu Azərbaycan qəzeti idi və ana dilində dərc olunurdu. Misal üçün Şeyx Məhəmməd Xiyabaninin rəsmi qəzeti necə idi? Təcəddüd qəzeti idi və farsça idi. Bu bunun fərqidir. Bu isə Azərbaycan dili və ana dilindədir. 1945-in oktyabrında ADP-nin bəli birinci qurultayı keçirildi. Qeyd edim ki, bu Cənubi Azərbaycanda bu milli azadlıq hərəkatının belə yüksəlişində təbii ki, Stalinin, Bağırovun xidmətləri böyük idi. 1945-ci ilin noyabrında Azərbaycan Xalq Konqresi çağırıldı və özünü Məhsilər Məclisi elan etdi. Tezliklə Milli Məclis çağırılmalı idi və milli hökumət yaradılmalı idi. 45-ci ilin noyabr ayında Milli Məclisə seçkilər keçirildi. Yəni parlament yaradıldı noyabrın sonunda. Ondan biraz sonra 12 dekabrda isə bu məclis tərəfindən hökumət təşkil olundu. Həmin hökumət İran təqvimi ilə Azər ayının 21-ci gününə düşdüyünə görə buna 21 Azər günü deyilir. 21 Azər hərəkatı ilə bağlı sual düşəndə onda çaşmamaq lazımdır. 21 Azər hərəkatı deməli 1940-cı illər Pişəvərinin rəhbərliyi altında olan hərəkat nəzərdə tutulur. Deməli, üçüncü mərhələ artıq hökumətin fəaliyyət göstərdiyi dövrdür. Biri var hökumətə qədər olan dövr, bir də var milli hökumətdən sonra olan dövr. 45-in dekabrın 12-sindən 46-nın dekabrın 12-sinə qədər olan dövr deməli nə dövrüdür? Milli hökumət dövrüdür. Pişəvərinin başçılıq etdiyi bu hökumət 10 nazirlikdən, ali məhkəmədən, baş prokurorluqdan ibarət idi. Milli hökumətin qarşısında duran əsas vəzifə yerlərdə yeni inzibati ərazi orqanlarının yaradılması idi. Yəni istəyirdilər təkcə Təbrizdə yox, digər Azərbaycan şəhərlərində də özlərinin orqanlarını, filiallarını yaratsınlar. Yəni ADP-nin, milli hökumətin nümayəndəlikləri orada yaradılsın. 1946-cı ilin yanvar ayında yerli hakimiyyət orqanları, əncümənlər yaradıldı. Yəni seçkili orqanlar yaradıldı nəhayət ki. Deməli 46-cı ilin 16 fevralında torpaq haqqında qanun verilib. Yəni aqrar islahat keçirilib. Bu Xiyabani ilə oxşar cəhətdir. Amma məsəl üçün AXC ilə fərqli cəhətdir. Beləliklə torpaqsız kəndlilər torpaqla təmin olundu. Hardan aldılar bu torpaqları?
dövlətin torpaqları və Azərbaycandan qaçan sahibkarların torpaqları kəndlilərə verildi. Söhbət yəni Cənubi Azərbaycandan gedir təbii ki də. 12 mayda əmək haqqında qanun verildi. Fabriklər və zavodlar üzərində fəhlə nəzarəti tətbiq olunurdu. Təbii ki, burada SSR-nin təzyiqi hiss olunur eyni zamanda. Ən böyük nailiyyət isə 46-cı ilin yanvar ayının 6-sında dil haqqında qanunun qəbul edilməsi olub. Azərbaycan dili bütün Azərbaycanda rəsmi dövlət dili elan olunub, Xiyabani ilə oxşar cəhətdir. 46-cı ilin iyununda Təbriz Universiteti açılıb, Xiyabani ilə bu fərqli cəhətdir. Çünki Xiyabani universitet yox, məktəb açıbdır. Bu da universitet açıbdır deməli. Sovet qoşunları Cənubi Azərbaycanda olması, milli hökuməti dəstəkləməsi İranın bura qoşun yeritməsinə təbii ki, mane olurdu. Yəni Tehran bura qoşun yeridib bu hərəkatı yatıra bilmirdi. Bunlar özləri üçün milli hökumət yaradırdılar, qanunlar qəbul edirdilər, qəzetlər nəşr etdirirdilər. Müharibədən sonra da SSR qüvvələrini buradan çıxarmadı. Bu səbəbdən İran hökuməti 1946-cı ildə Şimali İrandan neft çıxarılması ilə bağlı SSR-yə hüquq, yəni konsesiya verəcəyini vəd etdi. Bunun qarşılığında SSR öz hərbi qüvvələrini İrandan çıxarmalı, yəni SSR-ni aldatdı da, belə deyim. Dedi ki, sənə neft şirkəti yaradacağam Azərbaycanda, Cənubi Azərbaycanda, yəni. Sən buradan çıx, o da razılaşmış oldu. Bu arada İran hökuməti vaxt qazanmaq üçün 46-cı ilin iyununda danışıqlara başladı milli hökumətlə. Daha sonra isə qeyd edim ki, bu İran məsələsinin BMT-də müzakirəyə çıxarılması artıq bizə lazım olan bir cümlə deyil. Qeyd edim ki, SSR buradan Cənubi Azərbaycandan öz qüvvələrini çıxardıqdan sonra nəticədə artıq milli hökumətlə İran arasında döyüşlər başlayır. 11 dekabrda Pişəvəri SSR-yə mühacirət edir, yəni tərk edir Cənubi Azərbaycanı. 12 dekabrda milli hökumət süqut edir, milli hökuməti və ADP liderləri güllələnirlər. Azərbaycan SSR-yə gələn Pişəvəri 1947-ci ildə Yevlaxda yüngül avtomobil qəzasından sonra vəfat edib. Yəni qısacası o da sui-qəsdə məruz qalıbdı.